Uşaqlar, modul tənlik barədə sualın həllinə baxaq. Ümumiyyətlə, modul tənliklərdə bu cür ifadələrin həlli zamanı ümumi qaydaya baxsaq, deməli, modulda f(x) bərabərdir gx. Bu cür ifadələrin həllində ilk öncə birinci qaydada olduğu kimi mötərizədən açılır, yazılır gx. İkinci həllində isə mənfi fx bərabərdir gx-a. Bu iki qaydanı tətbiq edib həll edə bilərik. Birincisində deməli nə olacaq? 2x minus 13 bərabərdir 10 çıxılsın x. Buradan həll etsək, deməli olacaq 3x bərabərdir 23-ə, x bərabərdir 7 tam 3-də 2. Bu birinci. İkincisi, bu uyğun qaydada yazsaq, mənfi 2x minus 13 bərabərdir 10 çıxılsın x. Burada nə baş verəcək? Mənfi 2x plus 13 bərabərdir 10 çıxılsın x. Burada mənfi 2x plus x bərabərdir 10 çıxılsın 13. Biz buradan nə alırıq? X bərabərdir 3-ə. Digər kökümüzdə bu oldu. Bizdən böyük kökü soruşduğu üçün cavabımız olacaq B variantı.